Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Ebil Kasimi Muhammedin el Mustafa ve aleyhi tahirin. Allah Teala Kur'an-ı Kerim'de Enfal suresi 24-cü ayədə belə bir göstəriş, belə bir əmr verir. Bismillahirrahmanirrahim. Ya eyyuhəllezine amenu. Ey iman gətirən şəxslər. İstəcibu lirrəsul, istəcibu lillahi və lirrəsul. İzə dəakum limə yuhyikum. Deməli, ayənin məzmunu belədir. İstəcibu, yəni cavab verin. Yəni bir nəfər, digər bir nəfəri nəyəsə dəvət eləyəndə, onun dəvətini qəbul eləyəndə deyirinə isticabə. Yəni bir nəfər, digər nəfərin dəvətin qəbul etdi. Allah buyurur ki, Allah və Peyğəmbər sizi dəvət eləyəndə onların dəvətini qəbul edin. İndi Allah və Rəsulü bizi nəyə dəvət edir? Allah Teala çox gözəl vurğulayır burada. Limə yuhyikum. O işlərə ki, sizi diri tutacaq. O işlərə ki, sizi diri saxlayacaq. İndi iman gətirənlərin hansı, məsələn, ölüb. Yəni, bu xitab məsciddə oxunur. Məsciddə də hamı diridir. Allah Teala buyurur ki, sizi diri tutacaq, diri qalacağınız işlər ki, Peyğəmbər sizi dəvət edir o işlərə, yəni o işlər səbəb olacaq ki, siz diri qalasınız. Həyatda, vücudunuz həyatla qaynayacaq. O işlərə Allah və Rəsulü dəvət eləyəndə o dəvəti qəbul edir. Təbii ki, söhbət ruhun bədənindən çıxmasından getmir. Və yaxud ruhun bədəndə olmasından da getmir. Mövzu qəlbin ölüb ölməməsindən gedir. Fitrətin yatıb yatmamasından gedir. Yəni o kəslər ki, qəlbləri ölüb, onlar qəlblərini necə dirildə bilərlər? Allah və Rəsulunun çağırışı ilə. Baxmalıdır Allahın və Rəsulunun çağırışına. O çağırışlara cavab vermək, riayət eləmək həm insanın qəlbini dirildəcək, həm yatmış ruhunu və fitrətini oyadacaq, şəxs Allahın dediyi kimi diri olacaq. Bax, Quran-ı Kərimdə çoxlu ayələr var, diri olan insanlara müraciət olunanda deyir, ölüb. Ölüb. Diri deyə, amma ölüb. Və yaxud ağlı var, deyir, ağlı yoxdur. Ağıl var başında, normal adamdır. Amma Allah və Rəsuluna cavab verməyəndə onlara deyir, onlar la ya'qilun, onlar dərk etmir, onlara ağlı yoxdur. Ağlı var, deyir, ağılsızdır. Ruhu var, deyir, ölüdür. Qulağı var, ona deyir, nədir? Kardır. Dili var, ona deyir, nədir? Laldır. Gözü var, ona deyir, nədir? Kördür. Baxı, bunun gözü də var, dili də var, qulağı da var. Allah bəyən bilmir bunun bu üç hissiyat orqanı işləyir və mömindən də yaxşı görür, mömindən də yaxşı eşidir, mömindən də yaxşı danışır. Söhbət dünyəvi eşitmək, dünyəvi görmək və yaxud dünyəvi dərk eləməkdən getmir. Allah və Rəsulunun çağırışına, o çağırışı eşidirmi? O çağırışı görürmü? O çağırışı dinləyə bilirmi? Yəni bu şeylər əgər şəxs imtina eləyirsə, Allah ona ölü kimi baxır, kar kimi baxır, kör kimi baxır, lal kimi baxır. Baxmayaraq ki, bütün orqanlar həmsi yerində sağlam şəkildə olsa belə. Deməli, Allah və Rəsulu
insanları namaza dəvət eləyir, oruca dəvət eləyir, zəkata dəvət eləyir, xeyrə dəvət eləyir. Bunlar hər bir əməl səbəb olur ki, insan nədir? Diri qalsın. Deməli, Allah və Rəsuluna cavab verməyənlərin hamısı nə sayılacaq? Ölü sayılacaq. O birisi o ayələr kimi də qulağı var, kardır, gözü var, kördür, dili var, laldır. İnsanı diri tutan əməllərdən də biri orucdur. Çünki bu oruc elə bir məsələdir ki, Allah və Rəsulu insanları ona dəvət edir. Ey insanlar, gəlin, oruc tutun. Deməli, hər bir insan Allah və Rəsulunun bu dəvətini qəbul elədikdə nə olacaq? Diri qalacaq. Oruc, qeyd elədiyim kimi, yeyib, içmək, yalan danışmaq filan, o batil edici əməllərdən çəkinməklə yanaşı, orucun özünü də diri tutmaq mövzusu var. Namazın özünü də diri tutmaq mövzusu var. Zəkatın özünü də diri tutmaq mövzusu var. Birril valideynin də ümumən şəriətin göstərişlərini diri tutmaq mövzusu var. Diri tutmaq nədir? Yəni, davamiyyət. Məsələn, adam müəyyən müddət namaz qılır, sonra namazı tərk edir. Müəyyən müddət oruç tutur, orucu tərk edir. Müəyyən müddət, məsələn, Allahın dediklərinə əməl edir, amma müəyyən müddətdən sonra rəayət eləmir. Hətta iftar süfrəsində bir qardaş öz qardaşı haqqında çox, belə deyək də, narahat halda bir söz dedi və bilmirmiş ki, bu adam tərki namazdır artıq. Deyir, toydur, oturmuşuq, bir də gördüm bunun əlində içir. Deyir, özüm təəccübləndim, soruşdum, şahid filan kəs, sən namaz filan, deyir, bunları deyəndə istər-istəməz əlində araq titrədi, yəni stəkan başladı əlində titrəməyə. Səhv elədiyim bilir, günah elədiyim bilir, amma yenə də davam edir. Deməli, adam namazını yaşatmayıb, orucunu yaşatmayıb. Həmən bu şeylər səbəb olur, insan özü diri qalsın. Yəni, namaz səbəb olur ki, Allah ona desin diri, oruc səbəb olur ki, Allah ona desin diri, zəkat səbəb olur ki, Allah o şəxsə desin ki, diri. Amma bu ibadətlərin özündə qol qanadın qırmağa icazə yoxdur. Yəni, hətta namazın haqqında ərəb dilində elə bir kəlmə istifadə olunur ki, o kəlməyə baxanda adam dəhşətə gəlir. Yuqimunəs salat. Əqamə yuqimu belə müasir dildə yerinə yetirmək mənasındadır. Bir şey yerinə yetirdinsə, ona əncam qıldınsa, ərəb dil əqamə yuqimu. Başqa mənaları da var. Amma əsl mənasını belə o dərinliyinə gedəndə əyrini düzəltmək. Yəni, məsələn, bu kağız əyilib, bunun qamətini mən düzəldib, düz şax elədimsə, əqamə feili istifadə olunur. Deməli, namaz misal üçün çəkilir ki, namazı sən iqamə eləməlisən. Yəni, onu düz tutmalısan sən. Qoymamalısan ki, namaz neynəsin? Əyilsin. İndi fəqət bu təklif, bu yanaşma namazdadır, xeyr. Orucda da həmçinin. Məsələn, əgər orucu sən arıqlamaq qəsdi ilə tutursansa, o oruc necə olur? Əyildi. Zay olmadı. Yox, zay olmadı. Yəni, 1-2 kilo arıqlayacaqsın. Amma əyilib.
Sən orucu da iqamə eləməlisən, yəni düz tutmalısın. Namaz da düz qalmalıdır, oruc da düz. Yəni imkan verməməlisən ki, bunlar neynəsin? Əyilsin. Yəni bunları düz tutsun, bunlar səni neynəyəcək? Diri qalmağa səbəb olacaq. Əgər düz tutmadınsa, iqamə eləmədinsə namazı, orucu, həcc. Məsələn, indi hal-hazırda düzdür, bu məqsədli şəkildədir. O həccini, Kərbəlanı, Məşədi gözdən salmaq üçün, yəni belə deyək də, hətta o həddə çatıb ki, efirdə belə, məsələn, hər hansı bir əxlaqsız çıxır, deyir ki, məsələn, həcci belə gəldi, həcci ilə getdi. Və həcci o işi görüb, yəni günah eləyib. Amma ona icazə verilir ki, çıx həcci adından danış. Həccidən başqa o işləri görən yoxdur, hər hansı bir vəzifəli, nüfuzlu bir şəxs, niyə çıxıb onu demirsən? Ki, filan vəzifəli şəxs belə elədir. Onu da deyin də, və yaxud bir müğənni, Allah ona heç hidayət eləməsin. Çıxıb televizora qadirdir ki, Novxanıda Axundun bağının yanından keçdim. Axund, bağ! Axund şeydən gəlib, yəni aydan. O və yaxud suda yaşayan bir varlıqdır, quruda onun bağı var. Bəlkə Novxanılıdır, bəlkə dədəsinin, nənəsinin mülki malı var. Yəni şərt deyir ki, şəxs namaz qıldı, müflis gününə qalmalıdır, cırıq şalvar, cırıq köynək və yerə də borclu, göyə də borclu. Yəni orada Axunddan başqa heç kimin bağı yoxdur, villası yoxdur. Sən gözüyə bir dənə Axundun bağı girdi. Yəni o boyda Novxanıda Axunddan başqa heç kimin bağı yoxdur. Hə, onları deyə bilmərəm. Mənim gücüm Axunda çatır. Gəl tapdalayaq Axunda. Hə, elə efirdə tapdalayırlar, yazıq Axundda. Yazıb Axundda necə desin ki, bu mənim nənəmdən qalıb və yaxud qaynatan verib. Belə, məqsədli şəkildə. Amma həccilər də var ki, bu ada xatir, belə deyə də, öz nəfsinə sahib çıxmalıdır, çıxmır. Namaz qılan, tərt dörd həcci, namaz qılan, oruç tutan insan nəfsinə sahib çıxmalıdır. O bilir ki, sahib çıxmayanda həm özü mənəvi sarsılacaq, həm də ki, adı neynəyəcək, ləkələyəcək və dini sevməyən insanlar, kafirlər içində bir fürsət yaranacaq ki, söhbət eləməyə bir mövzu olsun. Deməli, xülasətül kəlam fil məqam, Allah və Rəsulü nəyə dəvət eləyirsə, o şeylər insanı diri saxlayır. Diri, Allah yanında sən diri ol, qoy başqaları sənə ölü desin, geridə qalan desin, filan desin. Sən Allah yanında diri ol, Allah onlara, necə deyirlər, layiq olduğu adı verir zaten. O şeylər üçün narahat olmağa dəyməz. Ramazan ayıdır, oruç tuturuq. Qeyd elədiyim kimi orucu da iqamə eləmək lazımdır. Namazı da iqamə eləmək lazımdır, həcci də və s. ilahir. Düz tutmaq, əyməyə imkan verməməlisən. Əgər əydinsə, günahkar özünsən. Həcci adını əydin, Kərbəlanı əydin, Məşədini əydin, namaz qılanı əydin, oruç tutan, məsələn, belə deyək də, eləyə bilər ki, bir xurma və ya bir tikə çörək yiyib, səhur eləsin. Və sən fikirləşməlisən, axı ağzından da sənə pislik gəlir, az qalırsan. Girirsən adamın ağzına, ağzından da pis iyi gəlir. Heç olmasa səhər-səhəri biraz Allahın verdiyi nemətdən ye ki, o qoxu biraz azalsın. Dişlərini yu, dişlərini yu. Namaz, oruc, ay Allah, bunu nə vaxt məndən uzaqlaşacaq? Elə də olmur. Yəni ki, sən orucu iqamə eləmirsən, orucun müəyyən hissələrin əymisən artıq. Cəmaatın, belə deyə də, o rəğbəti olmayan insanlara
sən bir növ daha da nifrət eləməsinə səbəbkar olursan ki, bu da oruç tutan. Hər halda diqqətli olmaq lazımdır. Allah və Rəsulunun bizi dəvət elədiyi hər bir şey bizə əmanət qoyulub. Əmanətdir ya yox. Peyğəmbər dili ilə deyib də, İnni tarikun fikumus səqəlin. Mən sizin aranızda 2 ağır əmanət qoyuram və gedirəm. Əmanət hədiyyə deməkdir. Əmanət nə deməkdir? Məsuliyyət və sahibi gələcək nə edəcək? Ver. Əmanət yəni ver deməkdir, qaytar. Əmanət şəxsdə ləyaqət görülüb. Çünki məsələn, niyə dəliyə əmanət verən yoxdur? Niyə məsuliyyətsizə əmanət verən yoxdur? Çünki əhli deyil. Deməli, səni sadiq bilib, əmin bilib və əhl bilib bu işə əmanəti bizə Peyğəmbər təhvil verir. Deməli, Allahın kitabı və əhl-i beyt, yəni əhl-i beyt cism olaraq yox ki, əli, əyağı, başı, qulağı, düzdür, o da əmanət qoyulmuşdu, amma o əmanətləri birinci xəyanət olaraq olundu ki, məsələn, cəsədi qaldı Kərbəlada, başı getdi Şama. Heç ona da bir əmanət gözü ilə baxılmadı ki, Hüseyin Peyğəmbərin əmanətidir, əleyhissalam. Yəni, heç olmasa buna bir əmanət gözü ilə baxıldı. Qiyamət günü bu baş oyanda, ayaq bir yanda, barmaq oyanda, axı, bu Peyğəmbər əmanət qoyub, axı, bunu geri alacaq. Geri alanda belə sınıq, kəsik, tikə halında Peyğəmbər onu götürəcək. Məsələlər var. Quran Allahın əmrləridir, namaz var, oruc var, filan var. Hətta bir haşiyə çıxım, deməli, bir nəfər var, ona sual verirlər efirdə ki, siz oruç tutursunuz, qaydırdır, bəli, bu Allahın əmridir. Deməli, Allahın əmridir. Tamam. Həmən o verilişi aparan xanım çox yaxşı olardı ki, ikinci bir sual da versin ki, oruç tutanda nədənsə imtina edirsiniz də, nədən imtina edirsiniz? Yəni, oruç tutmaq, yəni yemə, içmə, vəssalam. Yəni, bu dairədən kənara çıxmır. O sual verməliydi ki, sən oruç tutanda və yaxud cəmaata tövsiyə edirsən ki, Allah bizdən oruc istəyir. Nədən imtina eləməliyik biz? Nədən imtina etməliyik? Və o imtinaların heç biri Quranda yoxdur. Allah deyir, oruç tut. Amma nədən oruç tutun? İndi siz belə deyəsiniz, bu belə deyəcək. Bu qardaş belə deyəcək, o qardaş tam başqa bir şey deyəcək. Deməli, hərəmizin, özümüzün bir yanaşma və baxışımız olacaq, aləm qarşıcaq bir-birini. Sizin seçiminiz düzdür, acının seçimi ondan da düzdür, bunun seçimi hamıdan düzdür, bu hacının seçimi mükəmməldir, bu hacının seçimi belə deyək də fövqəladə bir şeydir. Hamı belə yanaşacaq. İndi kimin seçimi ilə gedək? Yoxdur axı Quranda nədən çəkinək? Oruc halında mən nədən çəkinim? Mən siyahı verim. Quran mövzunun kökün qoydu ki, ey iman gətirənlər, sizdən oruc tələb olunur. Yaxşı, mən oruc, yəni nə, idman eləməliyəm, yürüməliyəm, üzməliyəm, necə deyərlər, mən nə işlə məşğul olmalıyım, yəni oruc nə yəni? Yəni yoxdur da Quranda güclə deyir ki, Quranın zahirində oruc halında nə etmək olmaz. Yəni bu ayənin nə ardında, nə də başqa bir ayədə yoxdur ki, ey orucular, sizə bu şeylər haramdır, bu şeylər halaldır. Belə bir təfsilat yoxdur. Sən Peyğəmbər əmanəti olaraq Əhl-i Beytin dilindən gələn oruc halının mövzularını araşdırmalısan. Yəni, mən Qurandan başqa heç nə qəbul eləmirəm, əcəb eləyirsən. Sən orucsan, yəni nə? Orucun mühtəvası da dəyişir.
Mənaları da var elə, samənin rizin kimi belə dart uzanacaq. Sən seçdiyin məna niyə odur? Başqa ərəb dilində mənası da var. Məsələn, Ramazan kəlməsinin belə baxanda ən məşhuru yandırmaq. İstinin şiddətli vaxtına deyirlər ramd. Amma ondan da ən güclü mənası yağış demək. Yağış. Yağış, yağış. Ramazanın mənası yağış. Belə deyək də, mənəmə qalsa, din bir yerə yox, 72 firqə yox, 70.000 firqəyə bölünəcək. Çünki indi dinə dəxli olmayan adamlar hələ hərəsi bir dənə mikrofonu alıb əlinə ayə təfsir edir. Və Allahın və Rəsulunun həqiqi məqsədlərin izah edirlər ki, mən deyəm. Amma soruşdunan ki, məsələn, sən hər hansı bir yerdə dini bir təhsil almısan ya yox, dini təhsilə ehtiyac yoxdur. Allah Teala deyir ki, Quran-ı Kərimi aşkar, aydın sizə nazil edən Quran ayəsi var. Yəni, hər bir adam oxuyub, neynəyə bilər? Başa düşə bilər. Kim dedi sənə? Bəs o mütəşabih ayə nə olacaq? Allah bölür ayələri iki hissəyə. Möhkəm ayələr və mütəşabih ayələr. Möhkəm ayə odur ki, orada beybəndi yoxdur. Beybəndi nədir? Yoxdur. Amma mütəşabihdə nədir? Beybəndi 100% var. O sənin öz beybəndin olacaq. Mənim öz beybəndim olacaq. Bununsa başqa beybəndi olacaq. Məsələn, elm verilən şəxslərdən soruşun. Hamı var gücü ilə çalışır ki, bunları eləsin Yahudi Xristiyan. Ki, yəni, Yahudi Xristiyandan soruşun. Nəyi soruşuruq? İslamla bağlı bir həqiqəti. Ki, onlar şahidlik eləyəcək ki, bu nədə haqdır. Amma Yahudi, Xristiyan, siz batilsiz, ha. Batilsən, yalancısan, Peyğəmbər qatilisən. Amma ge şahidlik elə ki, İslam dinində falan şey haqdır ya, nə haqdır. Yəni, özləri düşünmürlər ki, mən bunu kafir bilirəm. Mən bunu yalancı bilirəm, mən bunu nahaq bilirəm. Və bunu da şahid götürürəm ki, mənim xeyrimə şahidlik versin, əqidəm möhkəmlənsin. Və hədislər var ki, həmən o kitab elminə malik olan və yaxud elm sahibi əhl-i beytdir. Yox, bu yox, bu əhl-i beyt yox, Yahudi Xristiyan olsun, o ehtimalı seçirəm. Yəni, maraqlıdır mənim üçün, oruc halında Quranla necə oruç tutmaq olur? Bunu eşidən olsa bir şey hazırlayıb efirə çıxartsın. Salavat göndərək Peyğəmbərimizə. Yəni, biraz da köməkliyim. Siyam kəlməsi, som kəlməsi ilə sən o kəlməyə söykənib qadağa qoymaq fikrin olsa, nəlisənsə imtina eləmək, filan eləmək, o başqa mənaları da nəzərə al və niyə bu mənanı tərcih eləmsən, o dördüncü mənanı tərcih eləməmsən. Nə dəlilin var? Onu da təqdim elə. Yəni, mən seçdim, çünki mənəm, elə olmurdu. O məndən bizdə çoxdur. Bir daha salavat göndərin.